Bilirsiniz ki, insanın bədəni də var, ruhu da var. İnkişaf ruha aiddir. O mənəvi inkişaflar bədənə aid deyil. İnsanın bədəni sağlam olar, xəstə olar. Amma ruhi inkişaf ki, bu əxlaqlı adamdır, mənəvi insandır, pak insandır, nurani insandır, Allaha yaxındır, Allahdan uzaqdır. Bu inkişaf və tənəzzül ruha aiddir, bədənə aid deyil. Ruhda da cinsiyyət yoxdur, bədəndə cinsiyyət var. Ona görə Qur'an vaxtı ülgü sayır, nümunə sayır, deyir, necə İbrahim sizə ülgüdür, Məryəm də sizə ülgüdür. Necə Rəsulullah sizə ülgüdür, Asiyə xanım da sizə ülgüdür. Demir xanımlar xanıma ülgüdür, kişilər kişiyə ülgüdür. İbrahim və Rəsulullah, Məryəm bunların adlarını çəkir. Və Asiyə bunlar ülgüdülər tamamı möminlərə.